İndi gəlin 56 və 57 tipli suallara baxaq. Hansı ki, bu suallarda gedilən yolla yerləşmənin fərqini bilmək lazımdır. Deyir, cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edərəkdən A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerləşmədən neçə dəfə çoxdur? Biz yolun yerləşmədən neçə dəfə çox olduğunu tapmaq üçün əlbəttə ki, yolu yerləşməyə nə etməliyəm? Bölməliyəm. Yəni, məndən soruşur yolun, elin yerləşməyə nisbətini, S-ə nisbətini. İndi, hansı ki, yerləşmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıc vəziyyət A-dır. Son vəziyyət haradır? B-yə gəlir, sonra C-yə, sonra D-yə. Son vəziyyət D oldu. A ilə D-ni birləşdirən, bax bu düz xətt parçası, yəni ən qısa məsafə bizim yerləşməmizə bərabərdir. Onda yerləşmə AD tərəfinə bərabərdir. Yerləşmənin onda uzunluğu S bərabər olur nəyə? A-ya. Bəs yol nəyə bərabərdir? Yol gedilən bütün yolların cəmidir. Yəni AB, BC və CD-nin cəmi olacaq. Hansı ki A üstəgələk A, üstəgələk A. Neçə dənə A oldu? 3 dənə A oldu. Yol bərabər oldu 3A-ya. İndi bizdən nəyə soruşur? Yolun yerləşməyə nisbətini. 3A-yı bölürəm A-ya. Getdi 3 də. A-lar getdi. Qaldı nə? 3. İndi 57-də də eyni şeyi soruşur. Yenə getdiyi yol yerləşmədən neçə dəfə çoxdur? Yenə yerləşmə AD tərəfinə bərabər olacaq. S bərabərdir A. Yolda gedilən yolların cəmi, yəni 2A üstəgələk A, üstəgələk yenə 2A. O da eləyir 5A. L də bərabər 5A olur. Onda 5A-yı nəyə bölürəm? A-ya bölürəm. A-lar getdi, qaldı nə? 5.